Değerli izleyicilerim, kanalımıza hoş geldiniz. İşleri üstüme yığdığım bir gündən hamınızı salamlayıram. Ayağa dedim ki başlayayım işlere. Birinci ilk növbədə bu pasteli yumuşdum, maşının içərisindeydi. Onu dedim ki sərim ki başka bir paltarlar da var. Onları atım yuyulsun. Pastelleri belə sərəndə cihad eləyirəm qatdalayanda. Ona görə də stoldan kömək aldım. Belə qattaladım çünki qattalamayanda aşağı yatır. Ondan sonra da yerə dəyir. Ona görə də belə 4 qatlayıb sərirəm. Onsuz da günəş elədi ki bir dəqiqədə qurudu. Deməli işləri saxlayan ne olur mən sizə deyim. Dünən hansı gün orta dedim ki birazdan qabları yuvaram. Qablar qalsın. Əsas odur ki vlog paylaşım. Gördüğünüz gibi dünən vlog paylaşmışdım. Nəsə paylaşandan sonra qabları yemək yedik, qablar qaldı. Ondan sonra gün orta vacib bir yerə çıxmalı olduq. Dedim ki qaydaram. Qaydan kimi qabları yuvaram. Nəsə qayıtdıq, yorğun idim. Dedim ki birazdan dincəlim, birazdan qabları yuvaram. Həqiqətən yorğun idim. Biri var ki, yəni eləmək istəməmək, biri var həqiqi yorğun idim və düşündüm ki evdəyəm də. Amma ki həm də ki yoldaşımın evdə olduğu günüydü, bazar günü olduğu üçün mən demişəm də yoldaşım evdə olanda iş görə bilmirəm. Zaten bizim bazar günləri evimiz bərbad halda olur. Birinci gün ancaq özümə gəlirəm, evləri səlqəyə salıb. Kim nə yedi, tökdü, hamısı elə bazar günü yəni ortalıqda olur. Adətən də harasa çıxırıq, elə o formada da qoyub çıxıram. Fikirləşdim ki amma axşama yuyub yatacağam hamısını. Çünki parçaları yığmalıyam, toz-soran eləməli idim. Əslində plan buydu. Amma ki axşam da bizimkilər hamısı dedi ki, qardaşlarım, gəlinlərimiz, anam, hamısı, yoldaşım dedilər ki gedək qutab yeyək. Gecə gec gəldim, 2-nin yarısı idi evə gələndə. Yəni axşam belədir də, biraz belə yubatdınsa işləri, bütün qablar qaldı ortada. O formada da yatdım. Tanda da gec yatdım deyə axşamlar mən adətən 11-in yarısı falan yatmış oluram. Gecə tez yatıram. Amma əslində mən də olur ki o vaxtda adam yatar, amma ki çox yaxşı hiss eləyirəm o vaxt yatanda. Yuxunu nə barədə ki biraz gecikdirəsiz. Yuxu gec oldusa, nə qədər yerinə yatsam belə gündüz tam yuxunu götürə bilmirsən. Heç nə. Ona görə axşam gec yatdım deyə səhərdə namazı qıldım. Namazı qılandan sonra getdim pramoya yatdım. Hardasa saat deyəsən 10-11-in yarısı falan, bilmirəm. Belə radələrdə oyanmışam. Dedim ki biraz iş görüm. Biraz dediyimə baxmayın. Nə qədər qab yumuşam özünüz görün. Elə bil ki bir toyun qabı var burada. Çox yaxşıydı da bu axşamdan qabları falan yuyub yatmaq. Ancaq bizdə o proses olmur. Nə zaman giraq evdən, eşikdən, yoldaşımla küslü olsam, fors eləyib evdə iş görürəm. O vaxtı bir dənə sərf eləyir ki, bir dənə küsməyin o şey yaxşıdır ki, durursan, bütün qabları falan yuyursan, oturmursan da güya indi fors eləyirsən, onda bütün evlərin qabları təmiz, evlər təmiz olur. Qalan vaxtı bazar günü bizim ev zaten bir dənə qablar bu səfər düzdür çox çıxıb, bu qədər olmur, amma bizim ev həmişə bazar günü dağınıq olur. Nə badə kimsə bizim evə bazar günü gələ. Qabların da hamısını əvvəlcədən şampunladım, belə vaxt itkisi olmur. Yoxsa digər vaxtda bir dəfə şampunla, bir dəfə yuyub belə gec olur. Bütün qabların hamısını qəşəng şampunladım, yudum. Sizə də sıxıcı olmasın deyə buraları tezləşdirdim. Daha sonra qaz da bərbad idi, çünki dünən 2 dəfə yemək bişirilib, qaz da yuyulmuyor. Qazı da qəşəng sürtdüm. Bizim evdə də baxıram ki, quru pasta bitib, quru pasta da bitən kimi nə qədər bilmirəm siz də nə ilə sürtürsüz və yox, nə qədər qazı sürtsəm də bizdə o qablar da keramikadır, onlar da tez çiklənir, onlar da quru pasta olmayanda qəşəng olmur, ona görə də gedib gərək alım. Bu tərəfdəki yadınızdadsa o kalçuk ki var, ərimişdi, siz də deyirdiniz dəyişin. Mən dəyişdim, amma təzədən yenə də əridi. Düşünürəm ki, burada kalçuk yəqin ki olmamalıdır. Başqa bir bilmirəm material varsa, eşitdiyimə görə deyəsən var. Başqa bir material varsa onunla dəyişmək lazımdır. Çünki gördüyünüz kimi əməlli başda əriyiblər. İndi isə əlimdə heç nə yox idi. Faberlik qalmışdı. Faberlik çünki qorxa-qorxa istifadə edirəm deyə qalıb. Tosterimin içərisindəki vurdum, onun materialını apardı. Yəni həqiqətən də çox belə ehtiyatla istifadə olunmalı bir məhsuldur. Həmin o Faberlikin soba üçün olan məhsulu. Yəni mütləq şəkildə onu ehtiyatla istifadə edin. Çünki təzə tosterin içərisini ağappaq elədi. Hər bir şeyə onu vurmaq olmaz. Et ki mətbəxi gül kimi elədim. Allahım, bu necə rahatlı bir hissdir. Həqiqətən. Mətbəx ki qəşəng oldu, səliqəli oldu. Elə bil ki adamın bütün evin hər yeri təmizlənir. Sonra isə belə qab dəsmalında sürüşkənlik əmələ gəlmişdi. O sürüşkənlik üçün də adi bildiyimiz 72%lik sabun, indi məndə 72%-nin duru formasıdır. Amma sizdə quru forması olsa da olar. Elə biraz çəkirsən üstünə, əlində belə ovxalayırsan. Qab dəsmalları gül kimi olur. Əvvəl acıya falan qoyurdum. Anam deyənə sonra fikir verdim ki, belə olanda əlində yuyanda gül kimi eləyir həqiqətən də. Onun bu yerində artıq bilirsiniz ki, nə deyəcəm, bir saniyənizi ayırıb bacınızın kanalını abunə olsanız, bəyənsəniz, həqiqətən də çox sevinərəm. Bu sizin üçün bir saniyə
saniye alınan bir şeydi, amma həqiqətən mənim üçün o qədər önəmlidir ki, çünki əziyyət çəkirəm, bu çox insana təklif olunması deməkdir. Fikirləşirsiniz ki, nə eləyirəm burada? Burada təəssüf olsun ki, çox təəssüflə deyirəm ki, Hüseynin gözləri zəif çıxıb. Biri artıq düşüb 65 biri idi, biri isə 75 idi. Hələ onda çox üzülmüşdüm. İndi isə artıq düşüb biri 45%, biri isə 25%. Təbii ki, bu hamısı planşetin, televizorun fəsadlarıdır. Həkim dərman yazıb bizə, müvəqqəti olaraq onu istifadə edirəm. Daha sonra əgər qalxmasa o dərmanla gedəcək və orada atika yazacaq, müvəqqəti olaraq atika yazacaq ki, gözü qalxsın. Amma mən həmən müddətdə gözün tənbəlliyi getsin deyə belə muncuqları, ən kiçik muncuqları seçmişəm. Əgər sizdə də problem varsa belə eləyə bilərsiniz. Bir gözünü bağlayıram, tək gözü ilə özünü belə çətinliyə salır göz və ayırmağa çalışır. Bitdikdən sonra digər gözə keçirir. Qızlar, bir şeyi mütləq qeyd edeyim sizin üçün də. Bax, elə bilməyin ki, mən Hüseyin gəlib özü mənə deyib ki, ana mənim gözüm zəifdir. Bunu heç bir şəkildə hiss eləmək olmur. Mütləq şəkildə uşaqların üstünə düşün. Hansı ki, biz getmişdik xəstəxanaya, xəstəxanada monitor uzaqdaydı. Mən elə belə çox bekar idik deyə Hüseyinə dedim ki, Hüseyin, qıraqda monitorda gör neçə yazılır. Və əslində rəqəmi baxsın deyə demişdim, amma həyatımın şokunu yaşadım ki, Hüseyin həmən rəqəmi görə bilmədi. Həqiqətən də o mənim üçün çox böyük udar oldu. Tuzdur əmin, heç vaxt söyləyəmirəm. Aysin, bu mən niyə eləyəmirəm heç vaxt? Bax, bu gözü eləmişdim, bu gözü tutmaq üçün nə varım? Hə, elə belə. Baxım, görmürsən? Görə xalım var mı? Hadi. Düzdür, şükür Allaha, böyük bir problem deyil. İndi Allaha azıq gedər, cəmaatın o qədər problemi var, amma adama yenə də övladına qıymır. İstəmirsən ki, gözü belə zəifləsin falan. İndi mənim üçün çox çətindir. Əslində durub belə baxıb eləmək elə bir çətindir ki, gözü bağlayanda adamın ürəyi sıxılır, amma ki, məcbur Hüseyni həvəsləndirmək üçün belə oturub onunla bir yerdə eləyirəm ki, gözü məşq eləsin. Bir dəfə də məktəbdə söhbət eləyirdik. Bir valideynlə, hansı ki, uşağın gözü zəif olan, o deyir ki, həqiqətən də mən gördüm ki, o haqlıdır. Bəlkə də sinifdə 90% uşağın gözü elədi, sadəcə valideynləri hiss eləmir. Bu arada pomidor, yumurta, çox ürəyim istədi deyə bişirdim, soğanlıdır. Keçdim indi kaldora. Hüseyin çimib, ortalığa paltarları töküb, onları da yığışdırın. Bu kaldor da səlgəli olanda, kuxuna da səlgəli olanda, bu arada sizə görə mətbəxdən başladım. Həmişə yataq otağından başlayıram. Dedim ki, axır deyəcəksiniz ki, ay qız, yataq otağından bezliydik, amma ki, birinci hər zaman özümə qalanda yataq otağından başlayıram. Daha sonra uşaq otağından, daha sonra qonaq otağından sırayla gələndə elə rahatlaşıram. Ən sonunda gəlirəm mətbəxə. Bu ayaqqabıları da yığdım, hamısını apardım, tökdüm hamama. Amma ki, sabahları yuyacam. Bugün artıq işim çox oldu. Çünki bildiyiniz kimi artıq dərs bitib, məktəbə gedib yorulub eləmir də. Hüseynin başını qatmağa bir şey yoxdur. Ona görə də aparıram onu parka. Saat yarımda olsa orada gözləyirəm ki, heç olmaya parkda oynasın. Çünki mümkün deyil, qalan vaxtı yorulmur. Planşeti əlindən alsam da günə yarım saat verirəm düzdür, amma yarım saatdan əlavə baxıram ki, o televizora baxır. Belə baxıram, uzun müddətdir mən heç ona planşet vermirdim. Uzun müddətdə o ancaq televizora baxıb, yəni televizoru özü deməli, özü zəiflədirmiş. Başqa bir yerə çıxarda bilmirəm. Deyim ki, mən ona il boyu planşet vermişəm, verməmişəm, amma il boyu televizora baxıb, bəlkə 4 saat baxıb, 5 saat baxdığı vaxt olur. Ona görə də düşünürəm ki, televizorda gözü zəiflədir. Nə etmək olar bilmirəm ki, çünki iş olur, bütün günü ona vaxt ayırıb, götürüb onunla oynamaq olmur. Təəssüf olsun ki, nə adamın həmən səbri var, nə adamın işi gücü, vaxtı var ki, uşaqla o qədər vaxt keçsin. Ona görə də məcburuq ki, televizora baxsın. Bu da uşağa fəsad törədir. Elə bir günəş var ki, bu gülləri sulamayan kimi qovrulurlar istidən. Həqiqətən də yüzü gülləri sulamaq, belə yeri sulamaq, düzü süpürmədim. Çünki süpürməyə vaxt yox idi. Sabah inşallah evləri dərindən təmizləyəndə düşünürəm ki, hamamdan öncə girib buraları da süpürmək olar. Amma suluyuram güllərə su verəndə. Bu arada bax, bu ayaqqabıdır, o biri ayaqqabıdır. Bunların heç birini mən çox geyinməmişəm. 2 dəfə və yaxud 3 dəfə geyinmişəm. Maksimum yəqin ki 3 dəfə geyinmişəm. Amma ki, hansı ki divanın altında qalıb, bununla neçənci dəfədir ki, mənim sevdiyim ayaqqabılarım olsun, sevdiyim çantalarım olsun, istifadə olunmadısa çox bərbad günə qalırlar. Bu ayaqqabını ümumiyyətlə yoldaşım hədiyyə almışdı mənə, özdə yaxşı da qiyməti almışdı. Bunu mən geyinmək 3 dəfədən artıq geyinməmişəm, qismət olmuyor. Amma indi əlimə götürdüm ki, geyinim, gördüm ki, artıq dərisi soyulub. Heç nə, indi bunları atıram zibilə, amma atmadan bir hatıra götürürəm. Bunu götürürəm, heyif heç olmayan mən yandırmasın, bu formada atıram. Heç kimə deməyin, o birisinin də ipini götürdüm.
Yığdığımı da təzə qalıb. Nəyəsə istifadə eləyərəm. Düzdür, həyətimizdə çox ağaclıq falan yoxdur. Balaca yetdi, amma fərqi yoxdur. Elə ki, yeri isladırsan, orada oturub çay içirsən, o çayın dadı həqiqətən də başqadır. Burada isə bilmirik ki, axşama gedəcəyik artıq qutab yeməyə, amma ki, yoldaşım yemək bişirir, dadlı yemək, amma bu yeməyin reseptini çəkməmişəm. Sadəcə elə belə vloqa daxilləmək üçün çəkmişdim. Ətli üzərinə belə qızardacaq, quyruq yağında qızardır, üzərinə soğan əlavə eləyib, ən sonunda pomidor əlavə eləyir. Ona yesin. Adı bəsdir. Yiyirsən? Gəl. Qaynadı. Süs elə. Tişdəmsən. Süs nə olsa? Anayam, mən. Anla. Gəl. Yeməyi də yedik. Yemək yeyəndən sonra da heç nə apardım Hüseyni biraz parkda gəzsin. Parkda demək olmaz. Yaxınlıqda ancaq belə bir binalar var. Binaların həyətində belə bir yer var. Başqa bir variantım yoxdur. Uşağı nə etmək olar ki, məcburam ki, burada gözləyim, o oynasın. Halbuki heç oturmaq istəmirəm. Bundan da yaxşı işlər görmüş ola bilərəm. Bunun vaxtına nə qədər adam iş görər, orada oturmaq həqiqətən mənə xoş deyil. Çünki əgər yürüyüş etmək olsaydı, təbii ki, mənə xoş olardı. Çünki mənə də yürüyüş lazımdır ki, mən gedim, addım atım, çox kilo almayım, həm də sağlamlığım üçün. Sadəcə burada yürüyüş eləməyə yer yoxdur. Bu da o bir gün əvvəl dediyim hansı ki, gecə qərar verdik ki, qutab yeməyə gedəcəyik, həmən videodur. Artıq axşam idi, riskə qərar verdik ki, saat burada 11-in yarısıdır. Axşam saat 11-in yarısıdır. Qərar verdik ki, gedək hamımız ailəvi oturaq, qutab yeyək. Ona görə də yol tutduq özdə. Üz tutduq Novxanaya. Novxanda yerlərə baxırdıq ki, hansı yaxşıdır filan. Burada oturduq biz Yaxta Beachdə oturduq. Ümumi olaraq belə görünüşü pis deyildi, görünüşü yaxşı idi. Və mən ən əsası ayaq yoluna fikir verirəm. Birinci növbədə ayaq yollusu o qədər də mükəmməl deyildi. Deyim ki, super təmiz idi. Düzdür, orasını o qədər də bəyənmədim, amma belə süfrə qəşəng idi. Xoşum gəldi. Qatıq dadlı idi, məsələn, qoyduğu qatıqlar, amma qatıq biraz suluydu. Yeməklər də ki, qutablar dadlı idi. Səhv eləmirəmsə, biri 1 manat 50 qəpik idi ət qutabının. Sadəcə ət qutabı biraz daha bişmiş ola bilərdi. Amma bunlar heç biri belə böyük bir problem deyil. Ümumi soruşsanız, ümumi bəyəndim. Gedib oturmaq olar. Rahat yer idi, ailəvi yer idi. Burada artıq istəyirəm videonu sonlandırım. Maşallah olsun, 2 gündür yaxşıca video çəkirəm. İnşallah davamlı olar. İzlədiyiniz üçün səmimi qəlbdən təşəkkür edirəm. Çox sağ olun ki, dəyər verirsiniz, izləyirsiniz. Hər zaman mənimlə qalın. Sağ olun. Gələn videolarda görüşmək üzrə. Allah'a emanet olun.